Kəlbəcər rayonunda yerləşən Zar kəndi işğaldan azad olunmuş ərazilərdə yenidən qurulan müasir yaşayış məntəqələrindən biridir. Rayonun qədim yaşayış məntəqələrindən olan kənd dəniz səviyyəsindən təxminən 2400 metr yüksəklikdə yerləşir. Dağlıq relyefi, zəngin təbiəti və strateji mövqeyi ilə seçilən Zar kəndinin təməli 2023-cü ilin avqustun 25-də Azərbaycan prezidenti İlham Əliyev və 1-ci xanım Mehriban Əliyeva tərəfindən qoyulub. Kəlbəcər rayonunda Bərpa Tikinti və İdarəetmə Xidmətinin mətbuat xidmətindən bildirilib ki, Zar kəndi sosial-iqtisadi və strateji əhəmiyyət daşıyan yaşayış məntəqəsi kimi layihələndirilib. Burada ümumilikdə 855 ailənin məskunlaşması nəzərdə tutulur. Kəndin salınması üçün 243 hektardan artıq ərazi ayrılıb və layihə 20 illik inkişaf perspektivi nəzərə alınmaqla hazırlanıb. Böyük qayıdış proqramının icrası uğurla davam etdirilir. Kəlbəcər şəhərindən sonra növbəti köçün səbirsizliklə gözləndiyi kəndlərdən deyərdim ki, ilki məhz Zar kəndidir. Zar kəndinə ilkin mərhələdə 547 fərdi evin layihəsi işlənir. Proses uğurla davam etdirilir və gözlənilir ki, il sonuna qədər işlərin yekunlaşdırılması həyata keçirilsin. Kənddə sakinlərin rahat yaşayışı üçün müasir sosial infrastruktur yaradılıb. Layihə çərçivəsində 528 şagird yerlik məktəb, 100 yerlik uşaq bağçası, müasir küçə və işıqlandırma sistemi, eləcə də geniş yaşıllaşdırma və abadlıq işlərinin həyata keçirilməsi nəzərdə tutulur. Zar kəndində əhalinin məşğulluğunun təmin olunması və dayanıqlı yaşayış mühitinin formalaşdırılması əsas prioritetlərdən biridir. Burada ekoloji yanaşma tətbiq olunacaq, evlərin və küçələrin işıqlandırılmasında yaşıl enerji imkanlarından istifadə ediləcək. Onu da bildirək ki, Zar kəndi Kəlbəcər şəhər mərkəzindən təxminən 26 kilometr məsafədə yerləşir. Elgün Gəncimsoy, Fəxri Məmmədov, APA TV, Kəlbəcər.